əziz dostlar, biz bugün əvvəldən son layihə çərçivəsində müasir psixologiyanın milli mənəvi dəyərlərimizə təsir mövzusunda danışacağıq. Bugün işini qeyri-peşəkar görən insanlar var. Sizcə bu qeyri-peşəkarlıq deyiləndə konkret hansı səviyyədə qeyri-peşəkarlıqdan söhbət gedir? Birinci təbii ki, psixoloqun təhsilidir. Mütləqdir ki, təhsili olmalıdır. Peşəkar bir psixoloq empatiya hissini əslində insana aşılır. Ümumi psixoloji portretinə baxsaq insanların kütlə olaraq böyük bir ümidsizlik var. Lev Tolstoyun da bir sözü yadıma düşür. Deyir ki, inad və təkəbbür öncə insanın özünü mükəmməl görməsinə səbəb olar və sonra isə onun sonunu gətirər. Salam əziz dostlar, biz bugün əvvəldən son layihə çərçivəsində müasir psixologiyanın milli mənəvi dəyərlərimizə təsir mövzusunda danışacağıq. Mövzumuzu klinik psixoloq, İnam Psixologiya Mərkəzinin təsisçisi xanım Abdullayeva və psixoloq, terapevt Gülşən Musazadə ilə müzakirə edəcəyik. Mən ilk sualı belə vermək istəyirəm ki, sizə psixologiya hər dövrün mən deyərdim ki, öz peşələri var. Necə ki, tarixin bir dönəmində tibb sahəsi daha ön plana çəkilib. Tarixin bir dönəmində ki, məsələn, Azərbaycan və Şərq tarixini götürsək ki, 12-ci əsr intibah dövrü sayılır mədəniyyət sahəsində. Eyni zamanda mən deyirəm 21-ci əsrdə psixologiya dövrüdür. Çünki psixologiya bu dövrdə çox təhlil olunur, çox araşdırılır və eyni zamanda da tənqid olunur. İndi mən sualı belə verərdim. Bu psixologiya ki, bu qədər tənqid olunur, bu tənqid olunan sahədir. Halbuki bu psixologiya öz-özlüyündə daha bir mühüm vəzifəni öz öhdəsinə götürüb. Yəni belə deyək də bir tanrısal vəzifəsi var. İnsanları qucaq açmaq, insanlara dəstək olmaq, insanları çətin vəziyyətdən çıxarma bir öhdəliyi götürüb ki, üstünə. Bu çox mühümdür, çox əhəmiyyətlidir. Yaxşı, siz düşünürsünüzmü ki, niyə həm də psixologiya, xüsusilə bu müasir psixologiya bu tənqidlərə məruz qalır? Sizcə bu tənqidlərin ana səbəbləri nələrdir? Aydındır, təşəkkür edirəm. Hər bir sahədə olduğu kimi, təbii ki, psixologiyanın da tərif və tənqid tərəfi var. Birincisi, tənqid tərəfindən başlamaq istəyərəm ki, bəli, bugün işini qeyri-peşəkar görən insanlar var və bu da istənilən bütün sahədə olur və bu da bəlkə də bəli, tənqidə səbəb ola bilər. Amma bugün psixologiya bir elmdir və günümüzdə danılmazdır ki, bir çox psixoloji problemlər, depressiya, stres, münasibət problemləri günümüzdə çox aktualdır və günü-gündən də bu problemlər artır. Psixologiya elmi isə bütün bunlarda çox yaxşı, faydalı təsir göstərir. Ona görə bu kimi mövzularda düşünürəm ki, təriflənən və digər mövzularda isə hansı ki, qeyri-peşəkar və səhv bir düşüncə formalaşdırır, burada isə tənqidə məruz qalır. Bu isə qaçınılmazdır, düşünürəm, hər bir sahədə olduğu kimi. Belə başa düşürəm ki, siz deyirsiniz ki, yəni hər sahədə olduğu kimi qeyri-peşəkarların təsiri ilə tənqidlər. Sizcə bu Gülşən xanım, siz bu suala cavab verin ki, sizcə bu qeyri-peşəkarlıq deyiləndə konkret hansı səviyyədə qeyri-peşəkarlıqdan söhbət gedir? Ümumiyyətlə hər sahənin peşəkarının müəyyən bir kriteriyaları olduğu kimi, psixoloqların da müəyyən bir kriteriyaları var ki, müəyyən standartları var ki, əgər o psixoloqda o xüsusiyyətlər olarsa, o zaman ona biz peşəkar deyə bilərik. Birinci, təbii ki, psixoloqun təhsilidir. Mütləqdir ki, təhsili olmalıdır. İkinci, təcrübəsi olmalıdır. Bu təcrübələr oxuduğu müddətdə almalıdır, real кейslər üzərində olmalıdır və öz üzərində təcrübə etməlidir. Yəni bildiklərini təkcə real keyslərin və digər insanların üzərində deyil, həm də öz üzərində tətbiq etməli olacaq. Daha sonra psixoloqun şəxsi keyfiyyətləri, mənəvi keyfiyyətləri, vicdan məsələsidir burada, ədalətli yanaşmağıdır. Daha sonra psixoloqun müəyyən dəyərləridir ki, bunlar əgər bir yerdə olarsa və pasientlə psixoterapevtik alyans qura bilərsə, o zaman o psixoloqa biz peşəkar psixoloq deyə bilərik. Tamam, onda belə hər bir sahədə olduğu kimi, belə də psixologiyada da boşluq ana səbəblərindən biri də qeyri-peşəkarlıq kimi qiymətləndirirsiniz. Mən də əslində bu fikirlə razıyam, çünki ümumiyyətlə son dövrlər insanlarda belə bir düşüncə formalaşıb ki,
biz işin heç bir mənəvi tərəfi qalmadan ancaq maddiyyata kökləndikləri üçün mənim öz şəxsən işlədiyim sahədə də buna bənzər hallar yaşanır. Bir də bu müasir psixologiyada, dövrümüzdə təbliğ olunan psixologiyada mən iki hal şahidi olmuşam. Bu hansı hallardır? Birinci hal ondan ibarətdir ki, insanlara sevgi, məhəbbət yolundan yaxınlaşmaq. Digər yaxınlaşma isə onlara belə deyərdim, daha bir taktikasından istifadə olunur. Məsələn, tutaq ki, belə deyək də, insanlar pisdir, qaç. İnsanlar sizin keyfinizi kimsə pozur, ondan qaç. Bir insan pisdir, ondan qaç. Bu bir müddətdən sonra insan ki ancaq özünü düşünür, ancaq özünün mənəvi və ruhani sağlamlığını düşünəndən sonra sizcə insanların arasında həyati önəm daşıyan bəzi münasibətlər zədələnmir ki, məsələn buna mən deyərdim, məsələn insanlar özünü düşünməsində bu təbii ki siz daha yaxşı izah eləyərsiniz bunu. Məsələn, ancaq özünü düşün bir müddətdən sonra dərin eqoizmlərə gətirib çıxara bilər ki, bu da hansısa ictimai fəsada çevrilə bilər. Bu eqoizm ki, son dövrlər sətir altı və şəxsi komfortun təbliği fonunda çatdırılır insanlara. Bunun nə fəsadları ola bilər? Və yaxud bu fəsaddırmı ümumiyyətlə? Ümumiyyətlə hər sahənin peşəkarının müəyyən bir kriteriyaları olduğu kimi, psixoloqların da müəyyən bir kriteriyaları var ki, müəyyən standartları var ki, əgər o psixoloqda o xüsusiyyətlər olarsa, o zaman ona biz peşəkar deyə bilərik. Birinci təbii ki, psixoloqun təhsilidir. Mütləqdir ki, təhsili olmalıdır. İkinci, təcrübəsi olmalıdır. Bu təcrübələr oxuduğu müddətdə almalıdır, real кейslər üzərində olmalıdır və öz üzərində təcrübə etməlidir. Yəni bildiklərini təkcə real keyslərin və digər insanların üzərində deyil, həm də öz üzərində tətbiq etməli olacaq. Daha sonra psixoloqun şəxsi keyfiyyətləri, mənəvi keyfiyyətləri, vicdan məsələsidir burada, ədalətli yanaşmağıdır. Daha sonra psixoloqun müəyyən dəyərləridir ki, bunlar əgər bir yerdə olarsa və pasientlə psixoterapevtik alyans qura bilərsə, o zaman o psixoloqa biz peşəkar psixoloq deyə bilərik. Tamam. Onda belə hər bir sahədə olduğu kimi, belə də psixologiyada da boşluq ana səbəblərindən biri də qeyri-peşəkarlıq kimi qiymətləndirirsiniz. Mən də əslində bu fikirlə razıyam, çünki ümumiyyətlə son dövrlər insanlarda belə bir düşüncə formalaşıb ki, biz yəni işin heç bir mənəvi tərəfi qalmadan ancaq maddiyyata kökləndikləri üçün mənim öz şəxsən işlədiyim sahədə də buna bənzər hallar yaşanır. Bir də bu müasir psixologiyada dövrümüzdə təbliğ olunan psixologiyada mən iki hal şahidi olmuşam. Bu hansı hallardır? Birinci hal ondan ibarətdir ki, insanlara sevgi, məhəbbət yolundan yaxınlaşmaq. Digər yaxınlaşma isə onlara belə deyərdim, daha necə deyim, insanlardan təcrid bir taktikasından istifadə olunur. Məsələn, tutaq ki, belə deyək də, insanlar pisdir, qaç. İnsanlar sizin keyfinizi kimsə pozur, ondan qaç. Bir insan pisdir, ondan qaç. Bu bir müddətdən sonra insan ki ancaq özünü düşünür, ancaq özünün mənəvi və ruhani sağlamlığını düşünəndən sonra sizcə insanların arasında həyati önəm daşıyan bəzi münasibətlər zədələnmir ki, məsələn buna mən deyərdim, məsələn insanlar özünü düşünməsində bu təbii ki siz daha yaxşı izah eləyərsiniz bunu. Məsələn, ancaq özünü düşün bir müddətdən sonra dərin eqoizmlərə gətirib çıxara bilər ki, bu da hansısa ictimai fəsada çevrilə bilər. Bu eqoizm ki, son dövrlər sətir altı və şəxsi komfortun təbliği fonunda
çatdırılır insanlara. Bunun nə fəsadları ola bilər? Və yaxud bu fəsaddırmı ümumiyyətlə? Bəli, təbii ki, fəsaddır. Yəni bunu siz özünüz də vurğuladınız. Əgər bəli, psixoloq bir şəxsə ancaq özünü düşün, özün üçün yaşa aşılayarsa, bu eqoizmə gətirib çıxardar. Amma halbuki burada peşəkar bir psixoloq empatiya hissini əslində insana aşılayır. Empatiya nədir? Başqasının yerinə özünü qoymaq və hiss etmək, anlamaq. Bu insanı insan edən xüsusiyyətlərdən biridir. Yəni empatiya hissi balansda olmalıdır. Yəni biz əlbəttə ki, özümüzü düşünməliyik, amma eyni zamanda başqalarına düşünməliyik. Əgər hər hansısa bir şeyi edəndə mən seçim arasında qalaramsa ki, mən burada öz istədiklərimi edim, yoxsa başqalarının, mən burada nə deyirəm? Baxın, görün ki, əgər həmin o istəyiniz, seçiminiz, düşüncəniz başqasına zərər vermirsə, orada özünüzü düşünüb, özünüzü seçə bilərsiniz. Amma yox, baxırsınız ki, burada başqasına zərər verir. Zərər dediyim ciddi bir zərər. Maddi, mənəvi, bəzən zərər deyil də kapriz olur. Zərərlə kaprizi ard etmək lazımdır. Kapriz də yox, o zaman da özünüzü seçməlidir insan. Həqiqətən zərər varsa, o zaman nə edə bilər? Orada özünü biraz da belə deyək də təxirə sala bilər. Bunun heç nə ola bilməz. Dediyim kimi zərərləri o ola bilər ki, bəli, insan bir sosial varlıqlarıq. Danılmazdır ki, insanların sosial bizə təsiri çox önəmlidir. Xüsusən deyək ki, depressiyalarda filanlarda biz təbii ki, məsləhət görürük, sosial ünsiyyət, münasibət, insan özünü pis hiss etdikdə dərhal kömək istəməlidir kimdənsə, nədənsə və bu onu sosial ünsiyyətləri, münasibətləri daha yaxşı hiss etməsinə, həmin o çətin durumunun daha tez çıxmasına səbəb ola bilər. Ona görə burada gətirib insanı eqoizmə ancaq təklik və özünü düşün, onu daha mənfi təsir göstərəcək. Amma normalda isə əslində olmalıdır. Balansda dediyim kimi hər bir şey. Ünsiyyətləri, münasibətləri, həm özünü, həm başqalarını düşünməyi, balansda etməyi bacarmalıdır. Ümumiyyətlə burada bir fikir gəldi beynimə. Normal uşaqdan, sadə bir uşaqdan soruşanda ki, yarpaq nə rəngdədir? Bütün uşaqlar deyəcək ki, yarpaqlar yaşıl rəngdədir. Amma dərin zəkası olan bir uşaqdan biz soruşarıqsa, yarpaq nə rəngdədir? O həmən bizə verəcəyi cavabı olar ki, baxır fəslinə, hansı fəsildə rəngini dəyişir yarpaqlar. Və insan da duruma görə bəzən özünü seçə bilər. Yəni müəyyən situasiyalarda insanın özünü seçməsi ola bilər ki, kənardan eqoizm kimi qəbul olunsun. Amma əslində bu sağlam eqo olsun. Yəni biz bütünlükdə desək ki, insan ifrat dərəcədə fədakar olmalıdır, ifrat dərəcədə başqalarını düşünən olmalıdır, özünü müəyyən qədər ertələyən olmalıdır. Müəyyən qədər yox, həddindən ziyadə ertələyən olmalıdır. O zaman bu insanın özdəyər hissinin aşağı olmasına Çox üzr istəyirəm. Onda biz eqoizmi iki sağlam eqoizm, bəli. Eqoizm demək. eqoizm nədir? Sağlam eqoizm deməzdik. Sağlam eqo deyərdik ki, sağlam eqo odur ki, insan müxtəlif situasiyalarda ehtiyac olduğu təqdirdə özünü seçməlidir. Məsələn, deyək ki, bir günümüzdə ən aktual problemlərdən olan ailə məsələlərindən danışaq. Əgər bir ailədə kiçik bir söz-söhbətlər var, hər hansısa bir maddi sıxıntılar varsa, bu halda xanım deyirsə ki, mən özümü seçirəm və bu münasibəti bitirirsə, o zaman bu qeyri-sağlam bir eqodur və buna eqoizm deyə bilərik ki, burada xanım müəyyən çətinliklərə dözməyib və ayrıldı. Amma o ailədə davamlı olaraq şiddət var, döyülmək, hər hansısa bir pis vərdişləri var, psixoloji və emosional, üstəlik də fiziki bir şiddət varsa, o zaman əgər orada xanım heç bir çarə eləmirsə, deyək ki, bir psixoloqa və psixiatra müraciət eləmirsə, hər hansısa bir böyükdən bir öğüt nəsihət almırsa, ailəsini içində sadəcə çarəsiz qalmağı seçirsə, hərəkətsiz qalırsa, yəni biz dərhal demirik ki, o ailə ayrılmalıdır. Ən azından hər hansısa bir dəyişiklik yaratmaq üçün cəhd eləmirsə, o zaman orada qeyri-sağlam eqodur ki, eqosu zədələnib, öz dəyər duyğusu zədələnibdir və o özünə qarşı bu cürünə münasibətə icazə verir. Biz onda belə bölürük ki, sağlam eqo var, qeyri-sağlam eqo var da. Sağlam eqo bizə nə üçün lazımdır? Məsələn, tutaq ki, biz onu başa düşdük. Məsələn, bizim həyat keyfiyyətimizi artıra biləcək bir xüsusiyyətdirmi? Və yaxud digəri. Siz də fikir bildirə bilərsiniz. Məsələn ki, qeyri-sağlam eqo
məsələn bizim həyat keyfiyyətimizi aşağı sala bilərmi və yaxud sağlam eqo o həyat keyfiyyətini yuxarı şeyə qaldıra bilər? Ego deyəndə nədənsə mənim ağlıma narsistlər gəlir. Çox belə deyim də bənzədirəm. Elə onların misalından götürsək, var narsist şəxsiyyət tipi, var narsistik şəxsiyyət pozuntusu. Eyni burada da eqonu da bənzətmək olur ki, əslində narsistik şəxsiyyət tipi heç də pis bir şey deyil. Çox öndə, irəlidə gedən, uğurlu insanlar olurlar. Amma ego artıq dərəcədə olduqda, məsəl üçün narsistik şəxsiyyət pozuntusu gətirir. Bu da onların işdən, ailədə filanda bir çox problemlərə, itirmələrinə gətirib səbəb olur. Eyni zamanda ego da belədir. Yəni sağlam şəkildə olarsa, insan təbii ki, irəlidə gedər, uğur qazanar, özünə daha yaxşılarını layiq bilir. Daha yaxşı münasibətlər də qurur. Hətta buna görə burada heç bir belə deyim də pis bir şey olduğunu düşünmürəm. Amma belə aşırı şəkildə olarsa, yəni empatiya hissi az olarsa, ancaq özünü düşünərsə, insanlardan sui-istifadə edərsə, vicdan duyğusu aşağı olarsa, təbii ki, bu zərərlidir. Bu özünü onun həyatının hər bir sferasında, ailədə, karyerasında, münasibətində özünü göstərəcək. Dözülməz, çəkilməz bir insana çevriləcək. Burada Lev Tolstoyun da bir sözü yadıma düşür. Deyir ki, inad və təkəbbür öncə insanın özünü mükəmməl görməsinə səbəb olar, sonra isə onun sonunu gətirər. Gülşən xanım siz? Yəni insan həyat keyfiyyətinə nə cür təsir edə bilər? Sağlam eqo və qeyri-sağlam. Eqoizm normalda, yəni bildiyimiz eqoizm insanlarla münasibətdə daha çox özünü seçdiyinə görə, özü ön planda olduğuna görə, insanlarla kommunikasiya zamanı, münasibət zamanı təbii ki, tək qalmağa daha çox məhkum olacaq, məruz qalacaq. Niyə? Çünki bir müddət sonra həmin insanla ünsiyyətdən insanlar bezəcək, çəkinəcək. Belə deyək də, egoist adam daha çox alan tərəfdir deyə bir qarşısındakı insanda verimliliyi nə qədər yüksək olur olsun, bir müddət sonra yorğunluğuna və tükənmişliyinə gətirib çıxardacaq. Amma normal, sağlam eqolu insan məqsəd yönlü olacaq, daha çox planlı olacaq. Təşkilatçılıq qabiliyyəti, bacarıqları yüksək olacaq. Belə bir deyim var, yadıma düşdü elə söz əsnasında. Bir gün bir kərpic kəsən qocanın yanından cavan adam keçir. Ondan başlayır soruşmağa ki, bəs sən nə üçün işləyirsən? Deyir, mən balalarımın xoşbəxt olması üçün, övladlarımın xoşbəxt olması üçün işləyirəm. Deyir ki, bəs sən özünü xoşbəxt hiss eləyirsənmi? Deyir, yox, mən özüm xoşbəxt deyiləm, amma mənim övladlarım inşallah xoşbəxt olacaqlar. Cavan ondan soruşur ki, bəs sizin atanız, babanız, onlar necə nə işləyiblər? Deyir, onlar mənim kimi də bənna işləyiblər, daş daşıyan işləyiblər. Onlar da elə zəhmət çəkiblər. Babam atam üçün zəhmət çəkib, atam da mənim üçün əziyyət çəkib ki, mən xoşbəxt olum. Deyir ki, bəs onlar sizə görə əziyyət çəkiblər, xoşbəxt olublarmı? O da deyir ki, yox, amma mənim övladlarım olacaq. Cavabında gənc həmin o yaşlıya deyir ki, içində daşımadığın bir şeyin mirasını övladlarına verə bilməzsən. Əgər biz bu günlərim özümüzü seçməyi bacarmırıqsa, daimi bir fədakarlıq mövqeyində isə ifrat fədakarlıqdan söhbət gedir. Normal fədakarlıq lazımdır. Əgər biz o situasiyalarda özümüzü seçə bilmiriksə, övladlarımıza da onu ən azından ötürürük ki, yəni sən hər zaima özünü arxa planda hesab etməlisən. Demək ki, biz İnsan həm özünü sevməlidir və yeri gələndə də fədakar olmağı da bacarmalıdır. Amma burada bir şeyə vurğulamaq istəyirəm. Məsəl üçün qurban rolu var. Kaufman üçbucağında Gülşən xanım daha yaxşı bilər. Orada məsələn qurban, Gülşən xanım da dediyi kimi aşırı fədakar, dözən, hər şeyi keçən, edən və ona hansı ki sağlam özgüvənli deyək, sağlam eqolu insan ola bilər, o ona aşırı kimi görsənə bilər. Çünki burada bilirik kimə və nəyə görə. Hər kəsin öz tutumu var. Yəni əslində bəlkə də normalda onun egosu normaldır, amma qurbana görə çox olduğu üçün o onu anlamır. O elə başa düşür ki, o da hamı insan axı öz gözündən baxır. Elə bilirəm ki, mən fədakaram, mən dözürəm, keçirəm, verirəmsə nə isə hamı da belə olmalıdır. Bu insan eləmirsə, keçmirsə nə isə görə özünü seçirsə, deməli o pis insandır. Elə bir şey yoxdur. Yəni biz özümüzlə müqayisə edib baxmamalıyıq. Hər insan fərqli şəxsiyyət tipində, fərqli xüsusiyyətindədir. Yəni onu vurğulamaq istəyirəm ki, bu sözü çox zaman o qurban pozisiyasında olan insanlar. Şəxsən mənim öz şəxsi təcrübəmlə deyə bilərəm ki, bu sözü, yəni bu daha çox belə aşırı şəkildə vurğulayan insanlar ya qurban rolunda olur, ya infantil rolunda olur, ya hansı ki məsuliyyəti atır,
özü elə ola bilmir, bacara bilmir. Halbuki əslində özü də o eqoda olmaq istəyər və ona görə nə edir? Onu pisləyir və özünü bir növ vicdanı rahatlaşdırır ki, deyə o özünü seçir, özü üçün yaşayır. O pis insandır, elə yaşamaq olmaz. O pis bir şeydir. İnsan ancaq nə etməlidir? Özünü dözməlidir, fəda eləməlidir, keçməlidir. Hansı ki zərər görür. Artıq psixosomatik xəstəliklər, bədən, belə bir söz var, insan susanda bədən başlayır danışmağa. Artıq psixosomatik xəstəlikləri özünü göstərir, amma insan hələ yenə də fərqində deyil. İnadla öz bu rolunu elə bilir ki, bu doğrudur. Amma bir sual vermək lazımdır ki, bəlkə də elə doğru olan budur. Amma ümumilikdə götürəndə ki, vurğuladıq ki, bəli, balansda, yəni sağlam. O suyun da artığı da, çoxu da zərər misalı. İndi biz bir halla da rastlaşırıq ki, məsələn, mən birinci sualımda hər ikiniz təsdiqlədiniz ki, qeyri-peşəkarlar bütün sahələrdə olduğu kimi psixologiyada qeyri-peşəkarların belə deyə də bir təsiri var. Müasir psixologiyanın insanlar tərəfindən yanlış anlaşılmasına. Mən bu halla da rastlaşıram ki, məsələn, bizim bir dostumuz var. Deyir ki, o da psixoloqdur, kişi psixoloqudur. O deyir ki, bir nəfər mənə gəldi, pasiyent. Dedi ki, bəs mən ayrılmaq istəmirəm. Mən öz ailəmdən ayrılmaq istəmirəm və xahiş edirəm mənə kömək edin. Mən düşündüm ki, bəs özü deyir, mən düşündüm ki, niyə bu fikrə düşsün ki, ayrılmamaq üçün mən psixoloqa gedirəm. O deyir, o qarşı tərəf xanım imiş, səhv eləmirəmsə. Deyir, danışıq əsnasında məlum oldu ki, bu bir neçə nəfər psixoloqla ön danışıq eləyib öz ailəvi sorunları barədə. O bütün psixoloqlar, yəni o bəyə kimi olan bütün psixoloqlar ona təklif edib ki, dərhal ayrıl. Sonra ümumi araşdırma eləyib ki, yəni bir çox psixoloqlar ailənin qurucusu yox, adətən ailənin dağıdıcısına çevirirlər. Hətta mən sizə bu əmin edə bilərəm ki, bəzi rayonlarda ailəvi sorunlu, problemli olan insanları hətta psixoloqa getməyə qoymurlar. Niyə? Çünki gedəcəksən, deyir səni boşaltdıracaq. Ona görə bu, yəni təsadüfi deyil bu fikrin, yəni formalaşması. Bu fikrin formalaşmasının bazasında bir təbii proses var. Sizcə bu psixoloqlar ki, bu səhvi edirlər, bu ailələrin boşanmasına səbəb olurlar. Halbuki belə bir deyim var ki, qanuni cinayət, təbii ki, paradoks olsa da, yeganə qanuni cinayət boşanmaqdır. Belə bir söz var. Yəni ki, icazə verilir, amma olmamalıdır. Sizcə bu qədər mühüm bir məsələ ki var, yəni insanlar ailə həyatı zədələnir. Psixoloqlar burada hansı səhvi edirlər ki, insanları boşanmalara sürükləyirlər və insanlar tənhalaşır. Ailəvi bax, məişətdə ən azı tənhalaşır. Aydındır. Boşanmaların bir çox səbəbləri var. Burada psixoloqlar, yəni çox belə cüzi bir şeydir də. Yəni biz bu boşanmaları psixoloqların üzərinə ata bilmərik, düzdürmü? Sadəcə olaraq indi mənim də sizə belə bir sualım var. Təbii ki, mənim o şəxsi praktikamda belə bir hallar olmayıb, çox şükür. Sadəcə olaraq belə bir sualım var. İnsan bu ailə münasibətlərindən görə psixoloqa gəlibsə, deməli o nəsə yaşayıb ki, hansı bəlkə şiddət, çox zaman nəsə yaşayıb ki, gəlib. Düzdürmü? Yaxşı, qaydasında olsaydı zaten çox vaxt gəlməzdi. Bəli. Və orada onun səbəbləri araşdırılır. Orada sizcə nə etmək olar? Əgər bir insan gəlib, aslı münasibət, toksik, şiddət görür, normal, sağlam olmayan bir münasibətdir. Nə etmək olar orada? Məncə hər münasibət araşdırılmalıdır. Bəlkə də ailə terapiyası ala bilər. Çox zaman bəylər ailə terapiyasını almağı qəbul etmir. İcazə versəydiniz tamamlamaq istəyərdim bu nitqi. Əslində biraz uzun olacaq. Ümumiyyətlə ailə məsələlərində yaxşı olar ki, fərdlərin hər ikisi iştirak eləsin terapiyada. Şərtdir. Hətta fərdlərin ikisindən biri istəyərsə ki, ayrı-ayrıcılıqda terapiyaya keçsinlər, psixologiya bizə tövsiyə eləyir ki, qəti şəkildə bunu rədd eləyib ikisini psixoloqun kabinetində, həmin o terapevtik mühitdə qəbul edib, hər ikisini dinləyib, hətta lazımdırsa psixoloqun kabinetində bir-birinə deyiləcək bütün sözləri, incikliklərin, küslüklərin hamısını dilə gətirərək dalaşmaq lazımdırsa orada dalaşırlar, bir-birlərinə sözlərini demək lazımdırsa orada deyir. Çünki oradakı gedən dava özü belə terapiyadır. Çünki onlar tərəflərin bir-biri ilə uyğun gəlməməsinə səbəblərin biri odur ki, illərlə susulan sözlər.
İllərlə içində daşıdığı sözlər və ehtiyac var ki, onlar üzləşsinlər və üçüncü neytral bir şəxsin daha adil, daha elmli, daha emosional cəhətdən soyuq bir kəsin yanında bunu danışsınlar və həll etsinlər. Əgər həmin mühitdə həll olmursa söhbət, psixoloqun da yanında həll olunmursa söhbət, təbii ki, burada onların seçiminə qalır ki, ya o mühitdə davam edəcəklər, ya da ki, bu birlikdəliyi bitirəcəklər. Deyərdim ki, çox zaman ikili gəldikdə o dediyiniz kimi bir yerdə o məsələ həll olur. Amma bəzən görürsüz ki, axı çox vaxt ikili cütlük münasibətlərinə gəlmirlər. Tək tərəfli olur və orada bəzən gəlsələr də, yəni o gəlməsələr də zaten o boşanma baş tutacaqdır. Əgər indi gəlib psixoloqla nəyisə aydınlaşdırıb daha da fərqində olubsa, bu o demək deyil ki, onun psixoloq buna vadar etdi. Yəni bizə çox söz, psixoloq, bəli, düzdür, psixoloqun sözü bizim üçün önəmlidir. Başqaları çox söz deyiblər. Əgər mən o şeyi istəməsəm, onun qərarını almasam, mənə orada nə ola bilər? Düzdürmü? Çox zaman praktikalarda yenə də bu tərəfin yenə hər iki üzü var. Bayaq tərif və tənqid məsələsində. Əksinə gəlir, psixoloqlar bu günlərə nə qədər boşanmaların sayını azalıb, qarşısını alıb, bəli. Nə qədər cütlüklər, münasibətlər problemlərini həll ediblər. Amma bəzi faktorda o da qaçınılmazdır, danılmazdır ki, həll edilməzdir, ya tək tərəfli gəlib, ya insandır da hər hansısa nəsə bir məsələ baş verib. Orada artıq nə olur? Bəlkə heç psixoloq gəlməsəydi belə yenə ayrılacaqdı. Yəni belə deyək də, psixologiya öz sahəsi və eyni zamanda psixoloqlarda həm geniş sahədir, həm də belə başa düşürəm ki, cəmiyyətə hələ özlərini tam təqdim eləyə bilmirlər ki, biz əslində nə istəyirik və nə etmək istəyirik. Məsuliyyətdən qaçmadır, bu məsuliyyətə atmadır. İnsan özündə görməkdənsə ki, mən nə etdim ki, mənim ailəm dağıldı. Çoxsa uşaq və infantil bir rolundadılar. Atır psixoloqun belə deyək üstünə və yaxud da nəyinsə, həmişə deyirəm də bir yaradandır, görünmür. Ona nəysə belə demək, adından daş atmaq daha rahatdır. Bir də psixoloq seansında hətta pasiyentlər belə deyə bilmədiyi sözləri psixoloqun adından bəzən nə edir? Deyir. Bəlkə deyəcək bir şey deməyib psixoloq. Mən inanmıram. Bəli, ola bilər, amma çox az halda. Bəlkə deyəcək bir şey deməyib. Amma öz sözüdür. Deyə bilmir axı. Yəni nə olur psixoloq? Yəni nə olsa da mən buna rahat eləmirəm. Pasiyentlərimə də bilirəm ki, belə rahatdır ona, belə deyibsə, belə ifadə edibsə ki, mən psixoloqdan sonra qoy olsun. Ümumiyyətlə insanlar adətimiz üzrə bilmədiyimiz bir şeyin biz düşməniyik, qənimiyik. Əgər bir şey dərindən bilmiriksə, bir elmin xırdalıqlarına kökündən vaqif deyiliksə, bütövlükdə əgər ona yiyələnməmişiksə, orada daha çox biz qınaq və tənqidlə onu qarşılayacağıq. Ümumilikdə cəmiyyətimiz də belədir. Psixologiya və psixoloq haqqında dərin anlayışı olmayan insan girib Instagramdan, hər hansı bir digər sosial şəbəkədən baxır ki, bir psixoloq kütləyə işləyir. Yəni onun üçün ailə dəyərlərindən daha çox öz ətrafında insanların toplanmağı maraqlıdır. Başlayır danışmağa ki, özünüzü seçin, imkanlı buradan gəldi, nə bilim, maşın almaq. Psixoloqlar elə şeylər çox düşünmürəm daha. Yəni daha çox. Var o psixoloqların içində ki, hansı ki kütləyə işləyirlər. Təbii ki, yaxşıların xidmətini və etdiyi zəhmətini dəyərsizləşdirmirik. Onlar da çox böyük tövsiyələr veriblər. Bəli, buna psevdo elmlər deyirlər də. Yəni psixologiya adı altında kökü olmayan psixologiyanın qolları. Məsələn, hər hansısa bir spiritual psixoloqlar, coachlar, bəli, ezoterikalar, hansı ki müəyyən texnikalar işləyirlər, rəqəmlərlə, sözlərlə, daha sonra rituallarla, şam yandırmalarla və ya iynə terapiyaları deyirlər. Hansı ki bunların heç bir elmi əsası olmayan bir şeylərdir və bunlar psixoloq adı altında onlara müraciət etdikdə, nəticəsi isə olmadıqda və ya mənfi nəticə aldıqda, ümumi bir psixologiyanın və psixoloqların belə deyək də antireklamasına çevrilir. Amma nəticə etibarı ilə həmin o psixoloq mağdur durumdadır, məzlum bir vəziyyətdədir. Ümumiyyətlə psixologiya adı altında akademik psixologiya və praktik psixologiya, üstəlik də bu psevdopsixologiya hansı ki gəlib, bunlar üçü də fərqli bir şeylərdir ki, akademik psixologiyada insan ümumilikdə duyğu, düşüncə və dəyərlərindən
irəli gələrək başlayır terapiyaya getməyə. Məsələn, mən pasiyentə sual verirəm ki, sizin dəyərləriniz barəsində, biraz özünüz barəsində danışın, dəyərləri barəsində. O başlayır danışmağa ki, mənim üçün övladlarım dəyərlidir, ailəm dəyərlidir, ata-anam, nə bilim, vətənim, yəni bir çox şeylər sadalayır. Halbuki gün ərzində heç onu bir dəfə də düşünməyibdi də onlar barəsində. Və daha sonra ona sual verdikdə, ailəsi barəsində sual verdikdə, məsələn, örnək bir terapevtik sual verim ki, xanım başlayır danışmağa ki, yoldaşım belə elədi, elə elədi və ya bəy xanım haqqında danışanda, əslində bu terapevtik sual çox incə bir sualdır. Bu həm dağıdıcı, həm toparlayıcı sual ola bilər ki, səni bu evlilikdə tutan nədir? Yəni əgər bu hər şey bu qədər pisdirsə, o zaman evlilikdə tutan nədir? Burada algı məsələsi var. İnsanın algıları ola bilər həmin anda insan desin ki, uşaqlarımdır və ya getməyə yerim yoxdur, maddi imkanım yoxdur, işləmirəm. Bu kimi səbəbləri örnək gətirsin və yaxud da desin ki, əslində bilirsiniz Gülşən xanım, yoldaşım elə də pis insan deyil. Başlayır yaxşı cəhətlərini sadalamağa. Zəhmətkeşdir, evinə çörək qazanandır, məni çöldə müdafiə eləyəndir, məni əydirməyəndir, əzdirməyəndir və ya bir yerə getdikdə məni hər daim hörmətli tutur. Xətrimə dəyibsə mənə hədiyyələr alacaq, sonra gəlib könlümü alacaq. Yəni nəticə etibarilə qarşımızdakı insana uyğun olaraq müxtəlif şəkildə sualımızı algılaya bilər. Biz də o orta incə zolağı qorumaq naminə başlayırıq daha yumşaldıcı və həlim suallar verməyə ki, bu evliliyi ayaqda tutmaq üçün siz nələr edə bilərdiniz? Və artıq başlayır danışmağa ki, bilirsiniz, mən yoldaşımla dalaşanda ona cavab qaytarıram və evə gec gəldikdə ona hər hansısa buna qeyri-verbal ünsiyyət üsulu deyirlər də, dillə birbaşa deməsə də verbal danışıq üsulu dillə danışılanda bir də var qeyri-verbal, hansı ki biz bədənimizlə özünü büruzə veririk. Məsələn, sifət eləmək, göz süzdürmək, onun istiqamətinə baxmamaq, küsürlük saxlamaq, danışmamaq bu qeyri-verbal və ya evdə hər hansısa bir əşyalara qarşı stəkanı götürdü, biraz bərk vurdu, qapını biraz möhkəm vurdu. Bu qeyri-verbal ünsiyyət növüdür ki, hansı ki onu göstərməklə yoldaşına bildirir ki, sənin davranışın mənim xoşuma gəlmədi, amma birbaşa sözü ilə bildirmir. Deyir ki, məsələn, mən ona elə eləməmiş olsaydım, yoldaşım bəlkə də elədiyi hərəkətinə görə peşman olardı və sonra gəlib məndən üzr istəyə bilərdi. Demə, həmin ərəfədə işdə problemi var idi və ya çöldə kimindənsə hansısa bir münaqişə yaşamışdı. Yəni, qadın kişinin çöldəki həyatı barəsində bir müəmmalıdır. Çünki danışmırlar, bəli, məlumatsızlar, bəli. Kişi də qadının gün ərzindəki rutini barəsində məlumatsızdır. Belə deyərdik də, yəni yenə burada psixoloq onların yolunu açmağı, onlara bir-birinin əslində əsl mahiyyətini göstərməyə çalışır. Nə istəyirlər, bir-birlərindən gözləntiləri nələrdir? Çox zaman münasibətdə problemlərə səbəb nə istədiyini bilməmək qarşı tərəfdən, sərhədlərini bilməmək, yəni gözləntilərini bilməmək. Bu şəxs burada oturub gözləyir, bu burada, hər kəs mən deyir, bir-birlərinə nəyisə keçmək, nəyisə ötürmək istəmirlər. Amma mən deyərdim ki, o sağlam münasibətin belə deyək də təməli kompensasiyadır. Nəyisə görə nəyisə keçmək. Əgər sən nəyisə görə nəyisə keçə bilmirsənsə, yəni orada sağlam bir münasibət olmayacaq. Çünki həyat elədir ki, hər şey eyni anda yaxşı ola bilməz. Bəzən pasientlərimdə də görürəm, onlara da bildirirəm ki, yəni hər şey yaxşı ola bilməz. Həm istəyir bu da yaxşı olsun, bu da yaxşı olsun, hər şey yaxşı olsun. Orada nəsə əksik bir tərəf olacaq. Sual vermək istəyirəm sizə. Bu həqiqətən mənim özüm üçün də maraqlıdır. Məsələn, biz bu sahəni araşdırdıq dostlarla bir neçə ay bundan öncə. Bizə məlum oldu ki, psixologiya əslində dünyaya qərb mədəniyyəti, qərb elmi kimi təqdim olunsa da, biz Nizaminin əsərlərində, Xəmsəsində, Füzulinin əsərlərində, hətta Nəsimin əsərlərində, hətta lap keçmişə getsək, Konfutsidə psixoloji belə deyim də rənglər görmüşük, fonlar görmüşük. Belə deyərdim ki, hətta psixologiya elə şərq mədəniyyətinin məhsuludur. Halbuki amma müasir psixologiya, bizim indi şərq mədəniyyətindəki psixologiya daha fərqli idi. Məsələn, belə deyim də, bizim şərqdəki psixologiya adətən bizim məsələn 30 il bundan qabaq bu gün psixoloqların gördüyü işin bizim ağsaqqal kultu görürdü. Ağsaqqallar bu işi görürdü. Fərqli yolla. İndi bu daha belə deyim, psixoloqlar daha elmi yanaşır.
Amma ağsaqqallarımız daha belə dedim, mənəvi yanaşırlar mövzulara. Bu dağılan ailələri də qarşısına ala bilirdilər. Hətta bəzən elə özləri məsələn boşanmaları əmr edirlər ki, boşanın filan bəsməkan. Yəni bu bizdə ağsaqqal kultu şərqdə bunu həll eləyirdi, amma indi qərbin mədəniyyəti artıq bu ixtisaslaşdı. Psixologiya həm şərqdə belə araşdırılıb. Yəni bizim klassiklərimizdə bunun əsərlərini görürük. Və eyni zamanda müasir psixoloq qərbin mədəniyyəti, qərb mədəniyyətinin məhsuludur. Biz isə şərq insanıyıq. Azərbaycan şərq mədəniyyəti ilə mədəniyyətlənib. Bu qərb müasir qərb psixologiyasını bir şərq insanına necə tətbiq eləyək ki, normal təzahürlər baş versin? Ümumilikdə psixologiya bir elm kimi, bəli, qərbdə formalaşıb və hazırda bizə təqdim olunan, bizim tətbiq elədiyimiz psixologiya qərbin bizə öyrətdiyi psixologiyadır. CBT, gestalt terapiya, tranzakt analiz, psixoanaliz və şema terapiyalar, müxtəlif digər terapiyalar hamısı qərbin məhsuludur. Üzr istəyirəm, məsələn, dağın başında yaşayan, misal üçün də nə bilim bir Laçında dağın başında yaşayan Əliş kişiyə Vaşinqtonun mədəniyyətini necə izah eləyək ki, o elə yaşasın? Hazır ki, bizə gəlib elm bir məhsul formasında gəlib və biz onu terapiyalarımızda tətbiq edirik. Məsələn, mənim özümün işlədiyim rep terapiya və koqnitiv terapiya, xanım Abdullayevanın da həmçinin. Bunlar hazır belə deyək də bir materiallardır ki, hətta suallara qədər ola bilər ki, terapevtik suallar orada təqdim olunsun. Həmin qərbin öz mədəniyyətinə, öz yaşam tərzinə və insanlarına uyğun tərtib olunub. Biz onu gətirərkən Azərbaycana və yaxud da digər bir ölkələr gətirərkən ona daha seçici, daha həssaslıqla yanaşmalıdır ki, bu mənim ölkəmin milli mənəvi dəyərlərinə, qaydalarına, cəmiyyətin standartlarına uyğun gəlirmi, gəlmirmi? Və oradan lazım olanı götürüb, lazım olmayanı, dəyərlərimə zidd olanı, ölkəmin, cəmiyyətimin standartlarına uyğun olmayanı ya yumşaq formada onlara təqdim edə bilərəm, ya da ki, onları kənara qoymalıyam. Yəni siz dediyiniz kimi həmin o dağın başında olan o dayıya, bəli, qərbin mədəniyyətini yeritmək mümkün deyil. Ümumilikdə bizim beynimiz bizim beynimizin funksiyası sağ qalma uğrunda mübarizədir. Və kənardan yeni bir şey gələndə beyin onu risk kimi algılamağa başlayır. Təhlükə kimi görməyə başlayır. Əgər biz onu yumşaq və həlim formada təqdim etməsək, o zaman o böyük müqavimətlə, böyük bir etirazla qarşılanacaq. Mən bir şey demək istəyirəm. Bilmirəm bu nə qədər doğru olar, amma bölüşmək istəyirəm. O dediyiniz o təzad mövzusu bir çox şeylərdə yox. Düşünürəm ki, psixologiya bir elmdir. Bir çox şey dediyi şeylər yəni bütün dünyaya görə belə deyək də uyğun gəlir. Fundamental Dini qaydalar. mövzularda təzad ola bilər. Dini mövzularda təzad ola bilər. Çünki belədir ki, bəli, qərbdən gəlir, qərbdə isə yaradan yoxdur. Çünki onlarda deyir o necə Tanrı öldü. Əvvəllər bayaq siz dediniz ki, ağsaqqallara danışırdılar. Bəli, onlar isə papalara danışırdılar. Və ondan sonra artıq onlar dinə qarşı çıxanda, yəni xristianlığa qarşı çıxanda bu artıq əvəzləndi. Postmodernizm dövründən sonraki insanlar dedilər ki, bəs gedək kimə danışaq? Necə danışaq? Və psixologiya yarandı deyək ki. Və artıq psixoloqa gəlib danışdılar və təbii ki, orada da artıq nə yoxdur? Yaradan yoxdur. Bu mövzuda bəli nə ola bilər? Bir çox bəlkə psixoloqlara qarşı bu qədər önyarğının yaranmasına səbəb də budur ki, Gülşən xanım da dediyi kimi bu ələkdən keçirmədən gətirir, amma biz başa düşməliyik ki, axı bizim dini, mənəvi dəyərlərimiz var. Bəli. Biz bu kimi söhbətləri təbii ki, aparmırıq terapiyada. Böyük bir axıntı var və psixologiya bir günü-gündən insan beyni kəşf olunur, insan beynində hansı belə deyək də əlamətləri var, necə onu idarə etmək mümkündür. Bu axının qarşısında ki, bu haqqda yüzlərlə, minlərlə kitablar yazılır. Bunların qarşısında bəs o milli mənəvi dəyərləri qorumaq mümkündürmü ümumiyyətlə? Ümumilikdə Viktor Frankl barəsində danışmaq istəyirəm.
Çox xanımın sevirəm da Frankl, bəli gerçi bilirəm logoterapi. çox sevir. Loqoterapiyanın banisidir. O Alman əsirliyində, konslagerdə əsirlikdə olduğu dövrdə loqoterapiya elminin banisinə çevrilir və orada olan dövrdə yeni bir elm yaradır, yeni bir axın yaradır və o elmin adı loqoterapiyadır. Loqoterapiya ümumilikdə nədir? Həyatın məna hissini axtarıb tapmaqdan keçir ki, Frankl deyir ki, insanın həyatdakı ən böyük ehtiyacı mənalı yaşamaq ehtiyacıdır. Mənalı yaşamaq ehtiyacı isə insanın yalnız Tanrısını tanımaqdan keçir. Bəli. Yəni əgər insanın həyatda deyək düşüncələri qaydasında da, həyatı qaydasında da, duyğuları qaydasında da, amma yenə də kökündə bir boşluq hiss eləyir. O boşluq varsa, biz başa düşürük ki, bu ruhani ehtiyacdır. Bu arada biraz reklam edeyim. Franklın loqoterapiya yaxın zamanda başlayır kursu. Doğrudur. Onu Azərbaycanda verən çox azdır, amma hər kəsə ümumiyyətlə mən olmasın, oxumağı, yəni kursunu almağı çox tövsiyə edirəm. Orada o qədər suallar var. səhifədə gördünüz. Bəli, yaxın Siz zamanda bəli loqoterapiya kursu Frankl. başlayacaq Franklla bağlı. Ümumiyyətlə Franklın həyatı barəsində kiçik bir şey deyim ki, Frankl nasist konslagerinə əsir düşərkən orada əsir düşdüyü müddətdə daha doğrusu konslagerə əsir düşməzdən əvvəl psixiatr kimi işləyirdi və insanları daha çox intihardan geri döndürürdü. Yəni ilkin olaraq onun həyat qayəsi, məqsədi qədər də intiharlardan, insan, yəni. bəli, döndürmək idi və konslagerə əsir düşdüyü dövrdə onun təkcə özü yox, anası, bacısı, qardaşı və hətta yeni evləndiyi həyat yoldaşı da əsirliyə düşür və o xanımının səhv eləmirəmsə bir şəklini öz üzərində gəzdirərkən və hər gün onunla sanki söhbət edərək bir ümid dolu yaşamağa başlayır. Oradakı əsirlikdəki dövrünü davam etdirir. Frankl öz həyatı barəsində azadlığa çıxandan sonra əsirlikdən sağ qalan əsirlərlə birlikdə azadlığa çıxanda həyat və yaradıcılığı barəsində kitabda qeyd edir ki, azadlığa çıxdığım ilk gün mən ölmək istəyirdim, hətta intihar eləmək istəyirdim. Çünki çıxdığım gün nə boyda bir ümidlərlə çıxmışdım, anamı, bacımı, qardaşımı və yoldaşımı görəcəm, amma azadlığa çıxandan sonra məlum oldu ki, onların hamısı vəfat eləyiblər düşərgədə. Bəli. Xanımı hamilə imiş, anası xəstəlikdən, səhv eləmirəmsə atası boğucu bir maddə ilə onları ölümünə səbəb olmuşlar və deyir ki, ömrümün o günlərini ancaq intihardan düşünürdüm və daha sonra fikirləşdim ki, axı mən bu elmi yaratmışam. Həyatda hər insanın bir yaşamağının bir mənası var. Bəs mənim yaşamağımda nə məna var? Yadıma düşdü həmin dönəmdə ki, mən necə düşərgəyə əsir düşməmişdən əvvəl insanları ölümdən döndürürdüm, necə onları həyata qaytarırdım və fikirləşdim ki, mən bu missiyamı davam etdirim və daha da genişləndirim. Bəs yaxşı, belə bir sual verim sizə. Mənə də maraqlıdır. Bu sahə ki, məsələn, belə deyək də, bir müddətdən sonra asılılığa çevirə bilərmi? Nəyə görə asılılığa çevrilsin ki? Olub çevrilsə belə o biridir, kitab kimi, nə bilim nəsə bir yaxşı asılılıqlar da var da. Düşünürəm ki, yaxşı asılılıqdır ki, insan gedər, hər dəfə özünü analiz edər, dinləyər. Bunu da nəzərə alın ki, məsələn, insan necə deyim, tutaq ki, mərkəzdə, paytaxtda insanlara daha əl çatandır psixoloq. Onlayn terapiyalar da var. Amma nə etsək də onlayn terapiya canlı ünsiyyətin yerini verə bilməz də, bu bir mənalıdır. Amma hər bir insan buna yetişə bilmir də. Ola bilməz ki, yəni belə ümumiyyətlə qayda varmı ki, yəni bir insanın, məsələn biz xaricilərdə, qərbdə xüsusən görürük ki, hər bir ailənin öz psixoloqu var. Yəni təbii ki, imkanlı ailələrdən söhbət gedir. Bu sıradan ailələr eləyə bilmirlər bunu. Yəni bizdə də o mədəniyyət formalaşmır. Sizcə yəni bu perspektivdə var elə bir mədəniyyət formalaşsın ki, məsələn hər bir ailənin artıq bir psixoloqu olmasa o ailə ayaq üstə qala bilməsin. Bilmirəm elə olsun. Psixoloqsuz ayaq üstə qala bilmir. Dediyim kimi, məsəl üçün şəxsən mən özüm 5 ildir gedirəm terapiyaya. Psixoloq üçün bu vacibdir, superviziyalarım, amma düşünürəm ki, olmasaydım belə, məsəl üçün asılılıqdırsa bu olsun, asılılıq. Belə 5 ildir gedirəm, hələ də yəni getməyə düşünürəm. Çox sevirəm. Mənim də məsəl üçün pasiyentlərim var ki, illərdir gəlir. Hansı ki, hər sahədən insanlardır. Ayda bir filan gəlir, deyir ki, məsəl üçün mən sevirəm. Mən burada özümlə danışıram. Gəlir,
analiz eləyir, danışır, bölüşür. O demək deyil ki, onun hər hansı bir problemi var. Yəni psixoloq o demək deyil ki, hər hansı bir problem olanda getməlidir. Sadəcə gəlir, şəxsi inkişaf xarakterli ola bilər. Amma deyək ki, hər hansısa bir problemdə psixoloq asılılıq yaratmır. Çünki psixoloq ona konkret nəsə bir şey demir, axı get elə elə, belə elə. Asılılığı yaradır hər hansı bir falçı və yaxud da hər hansısa qeyri-peşəkar bir şey ki, get bunu oxu, bunu yaz, bunu elə, vəsə belə olacaq. Gedirəm, bəli, gedirəm, yaxşı olur, sonra yenidən bir problem yaranır. Axı bu dəfə mən eləməmişəm. Məsəl üçün o eləyib. Deməli yenə problemim yarananda yenə gedirəm həmin o şəxsə ki, sən orada nə etmisən qeyri-müəyyən, yenə onu elə. Məsələn, yenə onu elə və mən yenə də yaxşı olum. Amma psixologiyada isə psixologiya xüsusən kognitiv davranış terapiyası alət verir insana, alət çantası verir ki, bax budur. Orada seçimləri, qərarları insan özü verir. Və bir daha da o problemlər yaşananda nə edə bilər, necə edə bilər? O bizim yanımızdan ayrılanda artıq biz sizcə bütün təcrübələrlə, biliklərlə, o alət çantası ilə ki, hansı ki vəziyyətə düşəndə istifadə edə biləcək, özü edəcək onu. Yəni mən həmişə deyirəm, psixoloq biz necə düşünək? İnsan deyək ki, qaranlıq meşədə bir yol gedir. Psixoloq sadəcə olaraq o bir arxadan bir fanar tutandı, işıq tutandı. Yolda həmin şəxs gedir, çünki yolda özü bilir, hara istəyir, özü gedir. Psixoloq ona heç nə eləmir, sadəcə işıq tutur. Bizim vəzifəmiz həmin o şəxsə işıq tutmaqdır. İşıq tutmağın da burada mənası odur ki, şuur və şuuraltı qaranlıqdır. Bizdə olan şuuraltıdan, yəni qaranlıqdan işığa, şuura çıxartmaqdır. Ondan sonra isə artıq orada yenə də seçimi, qərarı insan özü verir. Podkastımızın sonunda hər ikinizə bu sual vermək istəyirəm ki, bu son dövrlər Azərbaycanda, hətta dünyada da bəlkə yenə deyirəm 21-ci əsrin elmi psixologiyadır. Yüzlərlə psixoloji xəstəliklər yaranır, hətta təzə xəstəliklər, elmə yeni məlum olan xəstəliklər və ənənəvi xəstəliklər var. Sizcə ikiniz də bu suala cavab verə bilərsiniz və onunla bu sualımdan bu podkastımızı yekunlaşdıraq. Son sualım olsun. Sizcə yüzlərlə yaranan xəstəliklər və söhbət psixoloji xəstəliklərdən gedir təbii ki, və yüzlərlə məhv olmuş insan həyatları. Şəxsən biz indi hamımız mən bir başqa sahədə işləsəm də, həm də ictimai bir fəaliyyətimiz var və biz görürük ki, həqiqətən çox insanların həyatı həqiqətən məhv olur. Sizcə təbii ki, bunun müxtəlif səbəbləri var. Sizcə yekun olaraq bu xəstəliklərin yaranmasında ana səbəb, ana sütun nədir? Bunu terapiya istiqamətlərinə və yəni alimlərin dediyinə görə vurğulasaq, məsəl üçün Aaron Beck deyirdi ki, insanın səhv, yanlış düşüncələrinə görə problem yaranır. Məsəl üçün Viktor Frankl deyirdi ki, həyatın mənası olmadıqda insan problemləri yaşayır. Peirce bildirirdi ki, insan anı yaşamadıqda, anda olmadıqda problemlər yaranır. Fred bildirirdi ki, problemlər keçmişdən, şuuraltıdan qaynaqlanır. Hər biri əslində haqlıdır, bəli, cavabdır. Adler məsəl üçün deyirdi ki, problemlər gələcək düşüncəsindən, gələcək narahatlığından qaynaqlanır. Hər biri əslində doğrudur, realdır. Ona görə mümkün də deyil. Yəni mən düşünürəm ki, mümkün də deyil ki, indiki həyat dərəcəsində, səviyyəsində stressiz və yaxud da hər hansı bir psixoloji problemsiz olsun. Biraz haşiyəyə çıxmaq istəyirəm ki, ümumilikdə bir pəncərədən bayaq da qeyd etdiyim kimi bir məsələyə baxmağımız düzgün olmazdı. Müxtəlif aspektlərdən, çünki insan özü də çox şaxəli bir varlıqdır. Baxmağımız daha doğru olar məsələyə. Amma mən bir-iki məqama toxunmaq istəyirəm. Birinci səbəb kimi odur ki, insanlar aşırı dərəcədə ümidsizliyə qapılıblar. Ümumi psixoloji portretinə baxsaq insanların kütlə olaraq böyük bir ümidsizlik var insanlarda. Gələcəklə bağlı və ya keçmişlə bağlı bir bədbin düşüncələr var. İkinci isə bunu demək istəyirəm ki, hadisə və nəticə, səbəb və nəticə zənciri var. ABC zənciri deyilir. Deməli, istənilən bir hadisəni təsəvvür eləyək.
A nöqtəsi kimi və C nöqtəsi kimi orada bir nəticə əldə edirik. B nöqtəsi isə bizim onu beynimizə ötürdüyümüz və beynimiz vasitəsilə emal etdiyimiz və ondan sonra o beynimizdə emal etdiyimiz nəticəni əsasən davranışımızla C nöqtəsinə gəlib çatırıq. Hər hansı bir nəticəni əldə edirik. Alimlər deyir ki, əgər B olmasaydı ortada, yəni beyin faktoru, düşüncə faktoru olmasaydı ortada, hər kəsin A-sı və C-si eyni olmuş olar. Və hər insanın ruhsal ehtiyacları var. Bu ruhsal ehtiyacları başa düşmək və o ruhsal ehtiyacların nədən ibarət olduğunu bilmək insana daha rahat, daha asan yaşamağa zəmin yaradar. Bir də bunu da vurğulamaq istəyirəm ki, əvvəlki dövrlərimizdə, qədimidə belə bir şey oxumuşdum ki, bəli, ki müəyyən bir şəxslər var idi, insanlar var idi, belə deyək də ağsaqqallar, həyat görmüş, həyat təcrübəsi olan insanlar var idi. Onlara nəsihət versinlər deyə müəyyən muzd ödəyirmişlər, müəyyən bir pul ödəyirmişlər ki, bunlara öz həyat təcrübələrindən və öyrəndiklərindən nəsihət eləsinlər. Deyirlər ki, kitabda müəllif qeyd edir ki, onun verdiyi nəsihətin pulu onun həyatda təcrübə edə biləcəyindən daha az pul eləyirdi deyə. Ona görə də insanlar pulundan keçib gedib hazır nəsihət ala bilirdilər. Bəzən insanlar fikirləşir ki, mən həyatda hər bir şeyi təcrübə eləməliyəm. Amma ömrümüz o qədər uzun deyil ki, biz həyatımızı təcrübələrə qurban verək. Belə bir söz var ki, deyir, ağıllı insan odur ki, öz səhvləri üzərində öyrənsin. Müdrik insan odur ki, başqalarının səhvləri üzərində öyrənsin. Yəni bizim ruhumuzun ehtiyacı var, bizim özümüzün, kimliyimizin ehtiyacı var biraz böyüməyə, daha az təcrübə edib daha çox təfəkkür etməyə. Əziz dostlar, biz bu gün psixologiya sahəsinə, xüsusilə psixologiya sahəsinə belə deyərdim, giriş mövzusunda danışdıq və mən düşünürəm ki, faydalı oldu ona görə ki, biz psixologiya üzərində olan qara ləkələri götürməyə çalışdıq. Orada olan qeyri-peşəkarları tənqid elədik və psixologiyaya yaxından uzaqdan əlaqəsi olmayan şəxslərin həmin bu psixologiyaya vurduğu zərbələrdən danışdıq. Ümid edirəm sizin üçün faydalı olacaq və biz qismət olsa bir fərqli bir layihə başlatmaq istəyirik. Bu haqqda da sizə gələcəkdə məlumat verəcəyik. Sağ olun, gələn verilişlərdə görüşənədək.